Dünən maşınla bir dənə sürətlə gedirdim, bir dənə sürətlə gedirdim. Uçurdum da bildiyin. Az qalsın girirdim də divara. Ay, nə danışırsan, ne uçurdum? 20 ilə sürürdü, düşünebilirsən. O kadar yavaş gelirdi ki, axırda düşdüm özüm piyada getdim. Şimdi ne 20? Yalan değil. 20 ilə sürmürdüm. 40 ilə sürürdüm. Dünən bax bildiyin ölümdən döndüm də ölümdən döndüm. Qazı necə açmadım. Qaz partladı, od bürüdü evi. Mən də odları içinə sağa qaçıram, sola qaçıram. Bütün yanıq olmuşdum. Prosta immunitetim yaxşı diye bir günə sağaldı yaralarım. Yalan deyir, elə olmayıb. Bilsən necə oldu? Kibriti yandıranda bir balaca əli yandı, səhərə qədər uşaq kimi ağladı. Heç bilirsən necə incidirdi. Kibrit deyirsə bütün parmağımı sumluq eləmişdim mən. Televizora bax, super. Rənglər, hər şey ideal. Bunu burada axtarsan tapa bilməzsən. Niyə? Çünki xaricdən gətirmişəm. Ekskluziv olaraq mənim üçün gətiriblər. Yalan danışma da, bəsdir. Bu televizoru kontaktdan almışıq. Çoxlu qəşəng çeşidlər var idi. Bunu da özüm seçmişəm. Çox qəşəngdir. Evə də yaraşır ha. Ölürsə adam bir abra vermək istəyir. Bu yanında bir şey danışamam mənə. Sən də yalan danışırsan da. Fikir vermə ona, qəşəngdir.